Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi uşaqlar, onlara uşaqlar üçün dəstək olan şəxsə deyilir. Bugün 26 aprel 2025 tarixidir və mən sizin üçün bir 3-4 dənə yeni fəhlə elanlarından tanış eləmək istəyirəm sizi. Bu fəhlə elanlardan biri 600 manatlıqdır. Obed də vermirlər sizə. Yəni nahar yeməyi verilmir. Penopolis zavodundadır, Baksol yolundadır, Dərnəgül tərəfdədir. 600 manatlıqdır. Bu digər bir fəhlə işi Strength Trading'dədir. Bu isə 500 manat verir. 18-50 yaşlı kişilər üçündür. Bu isə belə deyim də Bakıxanov qəsəbəsi yaxınlığındadır, Sabunçu rayon ətrafındadır. Başqa bir fəhlə işi Fashion Sportda var. 500-600 manatlıqdır. Bu 20-35 yaşlı şəxslər üçündür, bəylər üçündür. Bu isə Binəqədi rayonundadır. Başqa bir fəhlə işi Amatroid'dədir. Bu isə 600-700 manat verir. Bu isə Lövbatan qəsəbəsi tərəfdədir. Gecə növbəsi üçündür yoldaşlar. Bu və bənzəri iş elanlarından tanış olmaq üçün, ümumiyyətlə digər fəhlə elanlarından da tanış olmaq üçün, ümumiyyətlə isə iş axtarışınıza dəstək istəyirsinizsə, sizə özəl dəstək verə bilərəm. Özəl dəstəkdən də yararlanmaq üçün isə videonun üzərində qeyd olunan əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.